Bu ilki paxlavalarım maşallah mükəmməl alındı. Hətta deyərdim ki, ideal alındı. Paxlavaya aid olan incə məqamları bilmək istəyirsinizsə, bu paylaşımı mütləq izləməlisiniz və yaddaşda saxlamalısınız. Çünki haçansa lazım olacaq. Lazım olan ərzaqları bir-birinə qarışdırıb, ələ yapışmayan yumşaq bir xəmir alındırırıq. Üzərini bağlayıb 30 dəqiqə gözlədirik. Sonra isə kündələrə ayırırıq. Mən mebel içi soba üçün nəzərdə tutulan qramajlara ayırıram. Ara qatları 70 qramdan, üst qatı 300 qram, alt qatı isə 250 qramdan götürdüm. Kündələri isə mütləq qarğıdalı nişastası ilə açıram. Soba listini yağlayıb üzərinə 250 qramdan olan kündəmizi açırıq. Yenə yağlayıb üzərinə içlik tökürük. İçliyi isə 3 qaşıqdan artıq tökməməyi məsləhət görürəm. Ayrı bir fırçanı isə içlik üçün ayırırıq. Ara kündələri isə baxın belə kağız kimi nazik olur. Üst qatdan öncəki olan qata içlik tökmürük. Sadəcə yağlayıb üzərinə sonuncu kündəmizi açırıq. Şirənin isə altını söndürən kimi üzərinə 2 xörək qaşığı bal əlavə edib qarışdırırıq. Kəsdikdən sonra yumurtanın da incə bir məqamı var. Biraz iri qab götürüb ağlı sarılı yaxşıca çırpırıq. Sonra bir neçə dəfə süzgəcdən keçirdirik. Diqqət, bu paxlavanın hər tərəfli qızarmağı üçün mütləqdir. Sonra isə yavaş-yavaş əlimizə tökərək üzərinə sürtürük. Bunu hər tərəfinə hissə-hissə etmək lazımdır. Bu məqam çox vacibdir. Sonra yumurta üzərində quruyana qədər gözləyirik. Yenidən kəsiklərimizi atdıq, sonra sobaya yollayırıq. Biraz qızarandan sonra çıxardıb üzərinə qalan yağımızı tökürük. Yenidən kəsiklərin üzərindən gedib sobaya yollayırıq. 130 dərəcədə hər tərəfi eyni qızarır. Sobadan çıxardıb üzərinə biraz soyudulmuş şirəni əlavə edirəm. Sonra üzərinə qozları düzüb yenidən şirəni hər tərəfinə tökürəm. Və şirə quruduqca qoz paxlavaya yapışır. Belə daha səliqəli görsənir, nəinki əvvəldən üzərinə basmaq. Bayramdan bir həftə öncə paxlavanı eləməyimə baxmayaraq, bayram süfrəmdə də maşallah ilk gündəki kimi par-par parıldayırdı üzəri. Əgər siz də bəyəndinizsə, ürəyə basmağı unutmayın.